AI dünyasında öyrənə bilməyəcəyim deyə bir şey yoxdur. Zaman, məkan fərq eləmir. Əslində AI potensialınızı, bacarığınızı limitləyən bir şey deyil. 7-dən 70-ə hər kəs. Sadəcə özünü doğru şəkildə ifadə eləmək lazımdır. Ekran icazəsi olan bütün uşaqlar belə istifadə edə bilərlər. Əslində AI potensialınızı, bacarığınızı limitləyən bir şey deyil. Bəlkə də sizin görmədiyiniz baxış bucağından sizə bir yenilik, bir fikir verən tərəfdir. Çünki bir ideyanız var, bir fikriniz var və bunu formalaşdırmaq istəyirsiniz ən yaxşı şəkildə. Deyəlim ki, sizə lazım olan bütün bacarıqları daxil elədiniz, fikri, ideyanı ona izah elədiniz. Bəzən sizə elə bir yerdən fərqli bir fikir təklif edir ki, yəni özünüz belə təəccüblənirsiniz ki, hə, mən bu tərəfini düşünməmişdim. Beyninizi %100 qəşəng istifadə etməyə dəstəyi var. Məncə daha öncəki zamandan qorxmaq lazım idi. Çünki mütləq şəkildə bir peşə, bir təhsil seçmək məcburiyyətiniz var idi. İndi isə nə olursunuz olun, yenə zaten AI sizin işinizə çox yaxşı faydası olacaq, təsirlər olacaq. Bu bir başqa kənar, amma ev xanımı da olsaz, usta da olsaz, nə bilim marketinqlə də məşğul olsaz, dizayner də olsaz, hansı sahədə olursunuz olun, yenə də AI-dan çox yaxşı nəticələr əldə edə bilərsiniz, çox yaxşı qazançlar əldə edə bilərsiniz.